Əziz bacılarım və qardaşlarım, hamınızı salamlayıram və hər birinizə müraciət edirəm. Yaşlılara da, ağsaqqallara, ağbirçəklərə də, gənclərimizə də, müsavatçılara da, cəhbətçilərə də, elə yapçılara da hamıya müraciət edirəm və hamınızla bugün bir söhbət eləmək istəyirəm. Şüarlarla danışmaq istəmirəm, yüksək səslə danışmaq istəmirəm. İstəyirəm ki, bir yerdə fikirləşək. Bizim bu gözəl ölkəmizin, gözəl Azərbaycanımızın bugünkü vəziyyəti bizi təmin edirmi? Mən kiminlə danışıramsa, istər bizim çevrədə, istər həyatımızın müxtəlif sahələrində rast gəldiyimiz insanlarla razı adam görə bilmirəm. Hətta həyat səviyyəsi bugün babat olan insanlar da vəziyyətdən narazıdırlar. Ümumi bir narazılıq var. Bu narazılıq nə ilə bağlıdır? Onunla bağlıdır ki, məmləkətimizin, ölkəmizin problemləri həll olunmur. Problemlər haqqında geniş danışmaq istəmirəm. Bu problemləri hər birimiz bilirik. Bu problemləri hər birimiz hər gün həyatımızda yaşayırıq. Ən böyük problemlərimizdən tutmuş, torpaqlarımızın işğal altında olmasından başlamış, ən kiçik problemlərə qədər minlərlə problemlər var ki, bunların hamısı haqqında hər birimiz məlumatlıyıq. Bu problemlər həll olunmur. Niyə həll olunmur? Çox sadə bir cavabı var. Cavab ondan ibarətdir ki, artıq 17 ildir ki, Azərbaycanda hakimiyyət xalqa mənsub deyil. Hakimiyyəti mənimsəmiş bir qüvvə, bir rejim formalaşıbdır və bu rejim ölkəmizin heç bir problemini həll etmir. Əksinə, yeni problemlər yaratmaqla məşğuldur. Ən böyük problemimizi xatırlayaq, Qarabağ problemimizi. Yadınızdadır da İlham Əliyev 2003-cü ildə saxta seçki nəticəsində, zorakılıq nəticəsində hakimiyyətə gələndən sonra nə dedi? Dedi ki, torpaqlarımızın işğaldan azad olması istiqamətində biz hər şeyi sıfırdan başlayacağıq. 10 il Heydər Əliyev hakimiyyətdə olandan sonra İlham Əliyev hakimiyyətə gəlir və deyirsə ki, torpaqlarımızı işğaldan azad eləmək məsələsində sıfırdan başlayacağıq. Bu deməkdir ki, İlham Əliyev Heydər Əliyevin Qarabağ siyasətini sıfır qiymətləndirir. İndi həmin gündən də 7 ilə qədər vaxt keçibdir. Bu 7 ildə nə baş veribdir? Torpaqlarımızın bircə qarışı azad edilibmi? Torpaqlarımızın azad edilməsinə yaxınlaşmışıqmı? Təəssüf ki, bu suala müsbət cavab verə bilmirik. Həyat səviyyəmiz necədir? Ölkə kifayət qədər zəngin bir ölkədir. Hər zaman demişik ki, ölkəmizin sərvətləri xalqımızın yüksək səviyyədə yaşaması üçün yetərlidir. Ancaq bugün hətta neft kəmərləri çəkiləndən sonra, qaz kəmərləri çəkilməyə başlayandan sonra dünyada neftin, qazın qiyməti bütövlükdə götürəndə kifayət qədər yüksək olduğu halda son dövrdə bir qədər aşağı düşməsini nəzərə almaq şərti ilə Azərbaycanda milyardlarla dollar pul gəlməsinə baxmayaraq bizim həyat səviyyəmiz, xalqımızın həyat səviyyəsi bizi qane edirmi? Yenə də milyonlarla soydaşımız iş dalıncan, çörək dalıncan ölkəni tərk edib gedir. Yenə də ölkədə işsizlik mövcuddur. Yenə də işləyənlərin maaşı aşağı səviyyədədir. Yenə də bu vəziyyət, bu ağırlıq davam eləyir. Bunun günahı kimdədir? Bunun günahı görməmiş, rüşvətxor, korrupsioner hakimiyyətlər rejimdə deyilmi? Və söhbət təkcə həyat səviyyəsindən də getmir. Önəmli olan haqq-ədalət məsələsidir. Azərbaycanda bugün haqq-ədalət varmı? Bu haqq-ədaləti tapa bilirikmi? Bir mübahisəli məsələ olanda, bizə qarşı haqsızlıq ediləndə, hüquqlarımız pozulanda, mülkiyyətimiz əlimizdən alınanda haqq-ədalət tapa bilirikmi? Bu hakimiyyətin koridorlarında, məhkəmələrində, hüquq mühafizə orqanlarında. Bu da yoxdur. Elə ölkədəki narazılığın əsas səbəbləri də bunlardır. Problemlərin həll olunmaması, həyat səviyyəsinin aşağı olması və haqq-ədalətin olmaması. Bugün ölkədə kiçik bir ticarət nöqtəsi olan adamdan tutmuş, milyonlarla pulu olan zəngin insanlara qədər hər kəs bilir ki, istənilən gün hakimiyyət onun mülkiyyətini əlindən ala bilər. Mülkiyyətin təminatı yoxdur. Hüquqlar, siyasi hüquqlar, azadlıqlar təmin edilmədiyi kimi, iqtisadi hüquqlar da təmin edilmir, mülkiyyət hüquqları da təmin edilmir. Budur bugünün gerçəkliyi. Və mən sizdən soruşuram, biz bu vəziyyəti dəyişmək istəyirik, yoxsa istəmirik? Əminəm ki, böyük əksəriyyətiniz deyirsiniz ki, dəyişsə yaxşı olar. Təbii kim istəməz ki, torpaqlarımız işğaldan azad edilsin, ölkədə haqq-ədalət yaransın, ölkədə iqtisadiyyatımız doğrudan da inkişaf eləsin, insanların həyat səviyyəsi yüksəlsin, səhiyyə, təhsil sahəsində qayda-qanun yaransın, övladlarımız keyfiyyətli təhsil ala bilsinlər, övladlarımız da hər kəs də keyfiyyətli tibbi xidmət ala bilsin, uyğun qiymətlərə yaxud pulsuz. Bunların hamısını biz istəyirik. Ancaq bunun yolu açığı yalnız birdir. Hakimiyyətin dəyişməsindən keçir bunun yolu. Düşünmək ki, hakimiyyət özü
ağıllanacaq, dəyişəcək, bu problemləri həll etməyə başlayacaq. Bu düşüncələr, bu ümidlər illərlə olubdur. Sizlərin bəzi kəsimlərində düşünmüsünüz ki, Heydər Əliyev böyük təcrübəli dövlət xadimidir, biraz qayda qanun yaradandan, sabitlik yaradandan sonra problemləri həll edəcək. Sonra başladınız bəziləriniz düşünməyə ki, İlham Əliyev gənc, islahatçı xarakterli bir adamdır, savadlı bir adamdır və o bu islahatları həyata keçirecək, vəziyyət dəyişəcək. Artıq bu ümidlər də hamısı yoxa çıxıbdır, iflas edibdir. Ona görə də hamınız bilirsiniz əslində ki, vəziyyəti dəyişməyin yolu hakimiyyəti dəyişməkdən keçir. Bu il 2010-cu ildə ölkədə parlament seçkiləri keçiriləcək. Və bu parlament seçkiləri ölkədə hakimiyyəti dəyişmək üçün olmasa da vəziyyəti köklü sürətdə dəyişmək üçün növbəti bir fürsətdir. Mən sizin hamınızı bu hadisədə, parlament seçkilərində birgə olmağa çağırıram. Biz Müsavat Partiyası olaraq çalışacağıq ki, bu il həqiqi müxalifət qüvvələrini, həqiqətən bu hakimiyyətə qarşı müxalifətdə olan, həqiqətən xalqa bağlı olan qüvvələrin birliyini yaradaq və birləşmiş müxalifət parlament seçkilərində birlikdə iştirak etsin. Bizə lazım olan nədir? Bizə lazım olan odur ki, ölkədə bu xalqı, milləti düşünən hər bir kəs bu prosesdə fəal iştirak etsin, mövqeyini müəyyənləşdirsin, seçkiyə namizəd kimi getmək istəyən açıqlasın bunu, söhbət eləyək, məsləhətləşək, çalışaq ki, bunu bir yerdə həll edək. Namizəd olmaq istəməyənlər seçici kimi fəal olsunlar, seçkilərdə fəal iştirak etsinlər, səs versinlər və eyni zamanda hamı bilir ki, bu ölkədə həllici problem seçicilərin səs verməyi deyil, seçicilər həmişə normal səs verməyə hazırdırlar. Problem səslərin düzgün sayılmamasıdır. Bax, bu məsələdə artıq bütövlükdə xalqımız, hər birimiz səylər göstərməliyik. Seçkiləri keçirən seçki komissiyaları Marsdan, Aydan, başqa planetdən gəlməyiblər. Onlar bizim xalqımızın nümayəndələridirlər. Bizim tanıdığımız insanlardır bir çox hallarda. Birinizin qardaşıdır, birinizin iş yoldaşıdır, birinizin qonşusudur. O insanları təsir eləmək lazımdır. O insanları çağırmaq lazımdır ki, haqq ədaləti pozmasınlar. Xalqın səsinə xəyanət eləməsinlər. Əmanətə xəyanət olmaz. Biz hər kəsi buna çağırmalıyıq. Ən önəmli məsələlərdən biri də inam məsələsidir. Son illərdə Azərbaycanda bir inamsızlıq yaranıbdır. İnsanlar deyirlər ki, bu vəziyyəti dəyişmək mümkün deyil, elə belə gəlib, belə də gedəcək. Bu çox yayılmış bir fikirdir, ancaq yanlış fikirdir. Dünyada hansı avtoritar rejim, hansı diktator, hansı ədalətsiz rejim sonsuza qədər davam edib? Hamısı çökübdür. Biraz gec, biraz tez. Və Əliyev rejimi də əvvəl-axır çökəcək. Söhbət ondan gedir ki, Əliyev rejiminin hakimiyyətdən getməsi 10 illiklərin məsələsi olmasın. Bunu mümkün qədər tez həll edək və mümkün qədər sakit şəkildə, davasız, şavasız, qanun çərçivəsində həll edə bilək. Bunun üçün isə hər birinizin fəallığına ehtiyac var. Mən sizi özünüzə inanmağa çağırıram. Tanıdığınız ədalətli, düzgün, namuslu, şərəfli insanlara, ləyaqətli insanlara inanmağa çağırıram. Sizin hər birinizi Azərbaycanımıza, millətimizə inanmağa çağırıram. Bugün mən sizə bu ilin əsas məsələsi barədə fikirlərimi çatdırmaq istədim. İnşallah söhbətlərimizi davam edəcəyik. Hər birinizə hörmətlə, hər birinizə uğurlar arzu ilə.